Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bu gün sizlərlə güvənilən isim bölməsinə baxacağam. Gəlin başlayaq. Konkret mücərrəd, ümumi xüsusi və təkcəm başlığı altında olan bölməyə baxıram. Deməli, nəyi soruşur? Konkret isimdən düzəlmiş mücərrəd mənalı isim. Müəllim, diqqətli olun. Səndən konkret isimdən düzəlmiş mücərrəd və isim soruşur. Düzdür? İlk olaraq nə olmalıdır isimimiz? Mücərrəd olmalıdır. Ona görə nədir kitabçanı çıx? Çünki kitabça konkretdir. Və nədən düzəlməlidir? İsimdən düzəlməlidir. Qorxu, qorxmaq feilini yaranıb. Bunu çıx. Sevgi də sevmək feilini yaranıb. Bunu da çıx. Yaxşılıq, yaxşı sifəti nə yaranır? Bunu da çıx. Cavabın olsun ədəbiyyat şünaslıq. Ədəbiyyat, şünaslıq. Müəllim, ədəbiyyat şünas konkret isiminə yaranıb. Ümumiyyətlə sözün nədən yaradığını tapmaq üçün sonuncu leksiki poz, bunu poz, nə varsa ondan yaranır. Sonuncu leksiki pozun qaldı burada ədəbiyyat şünas. Gözlə bunu bir sərəqəli yazım. Qaldı burada ədəbiyyat şünas. Ədəbiyyat şünas da konkret isimdir. Ədəbiyyat şünas mənəm və ya da başqa ədəbiyyat müəllimidir. Amma ədəbiyyat şünaslığın özü mücərrəd isimdir. Deməli cavabı D variantıdır. Hansı cümlədə cəmdə olan isim var? Müəllim, isim larilər şəkilsi qəbul etməlidir ki, cəmdə olan. Cəmdə olan nə var? İsim var. Burada bizlər əvəzlikdir. Amma müəllim, bizlər əvəzlik olsa da sonunda çarələr sözü çarə isminə larilər cəm şəkildə çağırtırlar. B cavabında. Böyüklər böyük sifətli çıx. Uzaqlar uzaq sifətli çıx. Yazdıqları yazmaq feilli çıx. Cavabın olsun B variantı. Müharibə, miting tipli sözlər hansı məna növünə aid olan isimlər? Mənim bunlar ictimai siyasi hadisələrin adlarını bildirən isimlərdir. Cavabı nə olacaq? Daha sonra. Hansı söz həm konkret, həm mücərrəd isim kimi işlənə bilər? Mən bunlar qayda olaraq demişəm sizə. Aydı, saatdı, bazardı, gündü, analıqdı, atalıqdı və s. 1969-cu ildə Neil Armstrong Apollo 11 gəmisində ayın səthinə enməyə müvəffəq olduğu cümləsində hansı ismin yazılışına səhvi yol verir? Mənim yadımda saxla. Ay deməli burada böyünə yazılmalıdır, yaxşı. Ayın səthinə burada ay elə bil ki böyünə yazılmalıdır, xüsusi isimdir. Yaxşı, günəş, ay. Ona görə bunda cavab olmalıdır C variantı. Bir də müəllim, yer sözü ilə planet olanda böyünə yazılmalıdır. Ona diqqət etmək lazımdır. Toplu isimlər cərgəsi müəyyənləşdirin. Müəllim, sahib toplu isim deyil, bunu çıx. Güllük də deyil. Ümumiyyətlə bunlar heç bir toplu isim deyil. Sərgi toplu isim deyil, çıx. Salxım toplu isim deyil. Çələng toplu isim deyil. Baxaq görək bir. Quruluş toplu isim deyil. Cavab olsun nə variantı? Millət, ordu, ilxı. 7. Hansı fikir səhvdir? Əşya sözü terminoloji mənada isim deyilir. Bəli, müəllim. Əşya deyəndə elə ağlımıza bizim isim gəlsin, yaxşı. Ona görə bir düzdür. Lıq şəkilçisi vasitəsilə həm isim, həm sifət, zərf, saydan isim düzəltmək. Müəllim, deyir ki, həm isimdən, həm sifətdən, həm zərfdən, həm də saydan isim düzəltmək olar. Olar mı müəllim? Baxaq görək bir. Məsələn, düzənlik. Bəli, bu isimdən isim yaradıb. Daha sonra, məsələn, gözüm buran pozum. Zərfdən isim, məsələn, necə olsun? Tutaq ki, cəld zərfindən cəldlik ismi yaranır. Bu da olur. Saydan. Onluq pul. Bura onluq isim olacaq. 10 sayına yaranıb. Bəli, mənim. Belə düzdür. Dilimizin lüğət tərkibindən çoxlu isimdir. Bu düzdür. Mücərrəd isimlər kimlə hara sualına cavab verir? Xeyr, mən mücərrəd isimlər yalnız nə sualına cavab verir? Cavabını dedi. Bənövşə ismi həm ümumi, həm xüsusi olarlar. Bəli, adam adı olanda xüsusidir, gül olanda ümumidir. Hansı söz həm mücərrəd, həm də konkret isim kimi işlənir? Analıq sözüdür. Analıq müəllim, ögey ana mənasında konkretdir, his mənasında analıq hissi mücərrəddir. Ümumi qrammatik mənasına görə müəllim, ümumi qrammatik məna deyəndə nitq hissəsini nəzərdə tutur. Nitq hissəsi. Digərindən fərqlənsin. Qardaş isimdir, soydaş isimdir, yoldaş isimdir, sirdaş isimdir, çağdaş yeni deməkdir. Yeni, müasir, bu sifət olacaq. Hansı isim cəm şəkilsi qəbul edə bilmir? Cəmaət, əhali, ictimaiyyət toplu isimləri cəmlənmir. Cəmaət, əhali, ictimaiyyət. İzahda demişəm bunu. 11. Hansı cümlədə ümumi isimlərin hamısı ayrılıqda xüsusi isim, şəxs adı kimi istifadə oluna bilər? Şadlıq bu şəxs adı olmaz. Nərgiz olar, bənövşə olar, Yasəmən olar. Gül adı bir də adam adı. Cavabım B-dir. Şairin ilham pərisi. Pəri olar, amma şair xüsusi isim olmaz. Könlümdə dünyanın min sirri vardır. Sir
xüsusi isim olmaz. Xoşbəxtlik xüsusi isim olmaz. Cavabım B-dir. 12-yə baxaq. Toplu isimlərin biri quruluşca düzəltmədir. Mənim sürü düzəltmədir. Sürü. Sürmək aparmaq mənasındadır. Qoyunu uzağa sürdüm, yəni uzağa apardım mənasında. Çoban sürünü sürür, aparır. Bu sürmənin nə bir mənası var? Cavabım B-dir. O bilər sadədir. Cəm şəkilçisi qəbul etməyən isimlər. Müəllim bax, lıq şəkilçili mücərrəd isimlər cəm şəkilçisi qəbul eləmir. Bir də toplu isimlərdən cəmaət, əhali, ictimaiyyət qəbul eləmir. Ona görə müəllimliklə duyğusuzluq qəbul eləməyəcək, bir də cəmaət qəbul eləməyəcək. Cavabın adı. Burada ilxi qəbul edə bilər, burada əhali qəbul edə bilər, qəlb qəbul edə bilər, cəsarət qəbul edə bilər. Hansı cümlədəki isimlərin hamısı konkretdir? Deməli, qız yaşarmış gözlərini sildi. Yaşarmış sifətdir, qız da konkretdir, göz də konkretdir. Cavab adı. Qoşmanın hər hecasında 11, qoşmanın hər misrasında 11 heca olur. Məsələn, heca mücərrəddir. Tarixi abidələr keçmişimizin yadigarıdır. Yadigar və ya keçmiş mücərrəddir. Əhvalat məsələn mücərrəddir. Burada da söz mücərrəddir. 15. Xüsusi isimlərdən ibarət məntiqi arızalı tamamlayın. Bənövşə, Yasəmən, Qərənfil. Görürsəm, Gül adı həm də adam adıdır. Ona görə laləni götürə bilərsiniz. 15-nə cavab olacaq D variantı. Daha sonra davam edək. Biri toplu isim deyil. Müəllim, meşə toplu isim deyil. Toplu isimin daxilində olan əşyaların gözü olmalı. Yadınıza saxlayın. Partiyada insanların gözü var. Birlikdə adamların gözü var. Dəstədə insanların gözü var. Bölükdə əsgərlərin gözü var. Meşə deyəndə ağlınıza ağaclar toplusu gəlir. Ağacında göz yoxdur. Ay müəllim, meşədə heyvan da var. Nə olsun? Meşə deyəndə ağlına gəlir. Heyvan gəlir, yoxsa ağac gəlir. Və yaxud da heyvanlar meşədən çıxsa elə meşə olduğu kimi qalmayacaq. Onun üçün cavabı nə variantıdır? Meşə toplu isim deyil. Sonra nar toplu isim deyil. Salxım toplu isim deyil. Buket toplu isim deyil. Məntiqi arızalı tamamlayın. Otlaq, Gülüstan, Çəməli. Hamısı görürsünüz məkan mənalı isimlərdir. Başqa məkan mənalı isim harada var? Elə üzümlük məkan mənalıdır. O 30-cu suala baxaq, yoxsa 17-dən sonra nəsə gəlir 18. Ümumi isimə keçmiş xüsusi isimin işləndiyi cümlə. Ümumi isimə keçmiş xüsusi isim. Afrika, Asiya, xeyr. Badamlı. Mənim badamlı yer adı olanda xüsusi idi. Belə amma su adı olanda ümumi olacaq. Ona görə 18-in cavabı olur C variantı. Daha sonra davam edək. Məntiqi arızalı davam etdirin. Sehirkar, sənətkar, sahibkar. Deməli, baxaq mənim. Sehirkar, hamısı düzəltmə isimləri düzdür. Tələbkar, fitnəkar, davakar, füsunkar hamısı sifətdir. Bəstəkar isimdir amma. Xüsusi isimlərin məntiqi arızalı davam etdirin. Vüsal, xəyal, vüsal, məhəbbət. Həm konkret, həm mücərrəd isimlərdə düzdür müəllim. İnsan adıdır. Xəyal həm insan adıdır, həm də ümumi isimdir. Vüsal həm insan adı, həm ümumi isimdir. Məhəbbət həm insan adı, həm ümumi isimdir. Baxaq. Müəllim, ceyran olmaz, maral olmaz, arzu da olmaz. Bir dəqiqə. Mənim bir saniyə görək bilməm. Şahin olmaz. Niyə şahin olmaz? Gəlin bunu təzən baxaq. Bunlar həm ümumi, həm xüsusi isimlərdir. Biz cərcəni tamamlamaq istəyir. Şahin həm xüsusi, həm ümumi ismi, düzdür? Bunun məntiqi nə olacaq müəllim? Xəyal həm xüsusi isimdir, həm ümumi isimdir, düzdür? Daha doğrusu həm konkretdir, həm mücərrəd. Vüsal həm konkretdir, həm mücərrəd. Məhəbbət həm konkretdir, həm mücərrəd. Şahin mücərrəd olmaz, ceyran mücərrəd olmaz, maral olmaz, Yasəmən olmaz, arzu olar. Bəli, cavabımız olacaq C variantı. Biraz yorğunam, onunla da diqqətim dağınıqdır. Yəni dərsim hələ qutarıb. 21. Hansı cümlədə fərqləndirilmiş sözü həm ümumi, həm də xüsusi isim kimi düşünmək olmaz. Elçinin gəlişi hamını həyəcanlar. Mənim elçi, yəni xəbər aparıb gətirən adam, bir də elçin kimi düşünə bilərsən. Elçi kimi düşünsən ümumi olur, elçin kimi düşünsən xüsusi olur. Anı çıx. Natiq çıxış ilə hər kəsi ofsunladı. Mənim natiq, bir var ki, yaxşı nitq olan adamı natiq deyirlər. Bir var natiq adam adı, bu da olar. Mənim coşqun olmaz. Niyə olmaz? Coşqun xüsusi isim olur adam adı olanda. Amma coşqun adam adı olmayanda sifət olur, isim olmur. Məsələn, Kamil də belədir. Kamil adam adı olsa, Kamil xüsusi isimdir. Amma Kamil xüsusi isim olmasa, sifət olur. Yaxşımı? Necə Kamil? Ona görə bura coşqundur. Cavabın C variantıdır. Bənövşə xüsusi isim, ümumi isim olur. Lalə xüsusi ümumi isim olur. 22. Hansı cümlədə mücərrəd isim işlənmişdir? Axşamki yağışda yaman islanmışdıq. Mənə bura yağış var. Konkretdir. Şagirdin qələmi, şagird, qələm, ev hamısı konkretdir.
İnsan ağla, düşüncə, ağıl, düşüncə, mücərrətli cavabçıdır. 23. Toplu isimlərin hansı cəm şəkilsi qəbul etmir? Cəmaət, əhali, ictimaiyyət demişdik. Burada da cəmaət var. Daha sonra 24. Hansı sıradakı söz isim deyil? Bacarıq isimdir mənim, sarmaşıq isimdir mənim, tapşırıq isimdir mənim, cızıq isimdir, amma açıq sifətdir. 25. Hansı cümlə fərqləndirilmiş söz cəm şəkilsi qəbul etsə, ismin sualına cavab vermir? Bahar gecələri, gecələrdir, nəyi cəm şəkilsi qəbul edib ismin sualına cavab verir? Yuxarılar, bu da ismin sualına cavab verir, hara sualına cavab verir. Axşamlar məhəllənin qonşuları qum üstündə yığışırdılar. Nə zaman yığışırlar axşamlar? Görürsünüz, cəm şəkilsi var, amma ismi yox, zərfin sualına cavab verir. Burada da gecələrin nə sualına cavab verir, burada da gündüzlərin yenə nə sualına cavab verə bilər. Bunlara çıxın. 26. İsim işlənməmiş cümlələr seçin. Gələnlərin hamısı 10-cular. Gələn fe'li sifətdir. Hamı əvəzlikdə 10-cu saydı. Bunu götür. İsim işlənməmiş deyir. Natiqin diqqəti. Diqqət isimdir. Bunu çıx. Səhərin havası. Hava isimdir. Bunu çıx. Məndən söyləmək səndənəm. Əvəzlik fe'l. İsim yoxdur. Dünəndən əsən külək. Külək isimdir. Cavabın olsun 2 ilə 4. İndi keçirik isimin quruluşdan növlərinə. Deməli, konkret ismən düzəlmiş, mücərrət mənalı isim. Deməli, mənim nə olmalıdır? Mücərrət olmalıdır yeşil olaraq, düzdürmü? Yeşil olaraq mücərrət isim olmalıdır. Kitabxana konkretdir, düzdür, bunu çıx. Daha sonra, üzümlük də konkretdir, bunu da çıx. Qalır əkinçilik, yaxşılıq, qorxusuzluq. Nədən yaranmalıdır? Konkret isimdən yaranmalıdır. Qorxusuzluq sözünün kökü qorxu, qorxusuz, qorxusuzluq. Nədən yarandığını tapmaq üçün sonuncu leksiki pozun. Bu qorxusuz sifətindən yaranıb. Bunu çıx. Yaxşılıq, yaxşılıq. Bu da bunu pozsa yaxşı sifətindən yaranıb. Ək, fe'linin əkin ismi, əkinçi, əkinçilik. Bunu poz. Əkinçi, konkret ismindən əkinçilik, mücərrət ismi yaranıb. Konkret ismi düzəlmiş mücərrət isim 27-ci cavabı olur. E variantı. Davam eləyək. Hansı fikir kökü fe'l olan düzəltmə isimlərə aid edilə bilməz? Deməli, mənim burada hansı fikir kökü fe'l olan düzəltmə isimlərə aid edilə bilməz? Kökü fe'l olsa da söhbət nədən gedir? Düzəltmə isimlə söhbət gedir, düzdür? Baxaq, cümlənin mübtədası tamamlıq ola bilər, mənsubətə görə dəyişə bilər, söz birləşməsinin tərəfi ola bilər. İnkarlıq şəkilsi işlənə bilər. Müəllim, İnkarlıq şəkilsi işlənmək fe'lə aiddir. Amma burada nə olsun kökü fe'ldir? Özü isimdir axı. Ona görə cavab dedi. Mücərrət konkret ola bilər, bilər. Bəyətlərin birində, ümumiyyətlə D variantındakı fikir fe'lə aiddir, ismə yox. Bəyətlərin birində isimdə ismə məxsus bütün qrammatik şəkilsər. Bir dəqiqə bunu biraz azaldıq. Deyir ki, bəyətlərin birində isimdə ismə məxsus bütün qrammatik şəkilsər. Nə var müəllim? Cəm var. Daha sonra mənsubiyyət var. Hal var. Xəbərlik var. Gəl baxaq. Cümlənin birindəki isimdə deyir, düzdür? Müəllim, ədəbiyyatşünaslığımız əmim gildəki sifətdə çıx. Kəndlərdəki sifətdə çıx. Gənclərimiz sifətdə çıx. 2 dənə cavabın qaldı. Şair sözün kökü, lər cəm, imiz mənsubiyyət, dənhal, dırda çıxışlıq cavabdadır. Ədəbiyyatşünaslıq, ımız. Burada bir dənə ımız var. Lıq da leksikdir. Yaxşı, ona görə cavabını vur elə D variantı. 30-cu suala baxaq. Hansı nümunədə mürəkkəb isim işlənmişdir? Hər ovçunun bəxt ulduzu olur, onu bəd nəzərdən qorur. Mənim bəd nəzərlə mürəkkəb isimdir də, A cavabın olsun. Kələkötür sifətdir, çat olmaq mürəkkəb fe'ldir. Daha sonra dağətəyi sifətdir, ağbənizdə sifətdir. 30-cu sualın cavabı olur A variantı. Daha sonra davam eləyək 31-dən. Quruluş baxımından isimlərdən ibarət məntiqi arızalı tamamın. Ayaqqabı mürəkkəbdir mənim. Dostluq düzəltmədir, dəniz sadədir. Boyunbağı mürəkkəbdir. Bura nə lazımdır? Bura düzəltmə lazımdır. Kölgə sadədir, bənövşə sadədir, gövdə sadədir, göydələn mürəkkəbdir. Yaxşılıq, yaxşılıq. Cavabı nədir? Fe'ldən düzələn isimlər cərgəsini göstərin. Mənim fe'ldən düzələn nə olsun? İsim olsun. Düzdür? Döşə, döşək. Yel, yellə, yellən, yelləncək. Daş, daşqın. Mənim döşək sonuncunu poz, döşəmək fe'lindən yaranıb. Yelləncək, yellən fe'lindən yaranıb. Daşqın, daşmaq fe'lindən yaranıb. Cavabın A variantıdır. Sevinç, qaxınc, hesabdır. Mənim hesablar hesab ismindən yaranıb. Görsən bunu çıx. Azadlıq, azad sifətindən yaranıb. Bunu da çıx. Həsənli, həsən ismindən yaranıb. Bunu da çıx. Yoldaş, yol ismindən yaranıb. Bunu da çıx. 33. Bir insan anlayışı bildirən düzəltmə isimdir. Mənim düzəltmə deyir. Görsən dayaqlı mürəkkəbdir. Çıx. Daha sonra dəmirçilik. Dəmirçilik mənim peşə bildirir də.
Bizə lazım insan anlayışı bildirsin. Bunu da çıx. Həmrəylik müəllim insan anlayışı bildirmir. Düşmənçilik incitən anlayışı bildirmir. Amma bibimcil insan anlayışı bildirir. Ona görə cavabım olsun D variantı. Düzəltməli mənim. Bibi sözün kökü m mənsubiyyət, cil burada leksik olur. Bu söz düzəltmədi. Biri feildən düzələn isimdir. Mənim ağlağan sifətdir, bunu çıx, yorğun sifətdir, bunu çıx, düzgün sifətdir, bunu çıx. Cavab qalır 2 variantı. 2 variantda qalır. Biri feildən düzəlsin. Qorxu, qorxmaq feilinə yarar. Cavabım B-dir. Gürultu, gür sifətinə yarar. Bunu da çıx. Cavabın olsun B. Hansı isimdən isim düzəldən şəkilçi deyil? Mənim L ola bilər, Həsənli, daş ola bilər, yoldaş, Ç ola bilər, əkinci, L ola bilər, onluq. Daha doğrusu isimdən düzəlsin. Məsələn, düzgünlük. Amma mənim iş olmaz. İş feildən yaradır. Yaxşı, məsələn, baxış. Baxmaq feilinə yaradır. Düzü bizə lazım ki, isimdən düzəlsin. Onun görə cavabın D-dır. Biri feildən isim düzəldir. Feildən isim düzəldir. Baxaq mənim. L adlaran düzəlir. Bayaq dedik. Cıl, zarafatçıl adlaran düzəlir. L adlaran düzəlir. Dakı daha çox sifət düzəldir. Intı mənim nə olacaq? İntı müəllim düzəldir, adlardan düzəldir. Daha doğrusu feildən düzəldir. Yaxşımı? Gəlin nümunə fikirləşək. Məsələn, mənim yazıram ki, sıxıntı. Sıx sözün kökü ıntı. Görürsünüz, feildən yaratdı. Ona görə cavabı ne variantıdır? Feildən düzələn isimlər cərgəsini müəyyənləşdir. Mənim nə olmalıdır? Yekun olaraq isim olmalıdır, feildən düzəlməlidir. Düzdür? Mənim güllük nağd isimlə yaranıb, tanışlıq nağd tanış sifətinə yaranıb. Daha sonra meşəlik isimlə yaranıb, bitkiçilik bitki isminə yaranıb. Cavab olsun C. Sür, sürgün, yat, yataq. 38. 38 tapaq. Haradadır? Buradadır. Biri feildən düzələn isim deyil. Döy, üntü. Feildə yaramış isimdir. Düşün, C. Feildə yaramış isimdir. Boya, boyak feildə yaramış isimdir. Hör, hörgü feildə yaramış isimdir. Hesablar bayaq demişdim, hesab isimlə yaranıb. Biri düzəltmə isim deyil. Baxaq mənim. Mənim xoşbəxt mürəkkəbdir, görürsən? Xoş, bir də bəxt. Yaxşılıq, yaxşı sifətindən yaxşılıq ismi. Ac, aclıq. Yaltaq, yaltaqlıq. Sakit, sakitlik. Xoşbəxtlik nə oldu? Mürəkkəb mənim. Xoş və bəxt. 2 söz var burada. 40. Bu şəkilçilərdən biri yer, cansız əşya və mücərrət mənalı isim yarada bilər. Deməli, bizə lazım ki, həm yer yaratsın, həm cansız əşya, həm də mücərrət mənalı isim. Mən cavab lıq olacaq. Bax, məsələn, deyirəm ki, daşlıq. Burada daş ismindən daşlıq yer yaratdı. Cansız əşya, məsələn, deyirəm ki, tutaq ki, yaxşılıq. Ola bilər mənim. Elə yaxşılıq həm cansız əşya yaradır, yaxud dostluq da cansız əşyada, düzdür. Həm də ki, elə nə olur? Mücərrət olur. O yüzden cavabı ne variantıdır? Biri insan anlayışı bildiren düzeltme isimdir. Mənim, dostluq insan anlayışı bildirir düzeltmədir. Daimgil insan anlayışı bildiren düzeltme isimdir. İnsanlıq insan anlayışı bildirmir. Sənətkarlıq peşə bildirir. Xaloğlu mürəkkəbdir. Cavab qalır dostluqla daimgil. Mənim, insan anlayışı burada daimgil bildirəcəkdir. Cavabım B-dir. Dostluq insan anlayışı bildirmir. Dostluq insana aiddir, amma insana aidlik başqa, insan anlayışı bildirmək başqa. Diqqətli olun. Aşağıdakıların hansı yalnız isim kimi işlənir? Mən baxış isimdir, həm də feil ola bilər də. Baxışmaq, maq artır. Görüşmək, alışmaq, satışmaq deyə bilirsən mənim, deyə bilmirsən, cavabındadır. Uçuşmaq da deyə bilirsən də. Demək, sən bunu həm isim kimi, həm də sən bunların hamısını həm isim, həm feil kimi düşünə bilərsən. Bir dənə satışı yalnız isim kimi düşünə bilərsən. Maq artır yoxla belə olanda mənim. Daha sonra. Cümlənin birində feildən düzələn isim var. Azlıq çoxluğa tabidir. Bunlar az sayından düzəlib, çox sayından düzəlib. Yataq dəstləri. Mənim yatağın kökü yat, yataq. Yataq feil, yatmaq feilinə yaranıb. Cavabım B-dir. Güləş sadədir. Birincilik birinci sayından yaranıb. Gözəllik gözəl deməli heç burada feil deyil. Düzlükdəki mənim düz sifətinə yaranıb. Baş ucalıqda mürəkkəbdir. Göydələn mürəkkəb sözünün təhlillə bağlı səhv. İki müxtəlif mənalı sözün birləşməsin. Bəli, bitişi yazılıb sonrasında mürəkkəb mənalısının müxtəlif mənalı sözlərlə yaranan mürəkkəb sənə bitişi yazılır. Birinci tərəf adi dərəcədə olan sadə sifətdir. Doğrudur. Başlanğıc olmalıdır. Doğrudur. Birinci tərəfi təsirli haldadır.
Doğrudur. Quruşca mürəkkəb isimdir. Doğrudur. Müəllim deyir ki, birinci sələfə adi dərəcə olan sadə sifətdir. Doğru deyib keçmişik, amma keçməyik. Niyə keçməyik müəllim? Göydələndəki göy, rəng göy deyil də, göy səma mənasında göydür. Ona görə bu adi dərəcəli olan sifətli söz yanlışdır. Çünki o göy isimdir. 45. Birlikdə işlənərkən mürəkkəb söz əmələ gətirən bilən sözlərin verildiyi cərgələrin birində yer dəyişmə etsək yenə mürəkkəb. Müəllim, göz qaşın yerini dəyişsən qaş gözlə mürəkkəb olacaq. Ona görə cavabı nə variantıdır? 46. İsim düzəldən şəkil çəkilən hansı yalnız insan anlayışı bildirən isimlər düzəldir? Müəllim, gəl baxaq. İnsanlar. Məsələn, stan yer bildirə bilər. Düzü Dağıstan, Türkmənistan. Sonra lıq məsələn yaxşılıq. Bu da məsələn tutaq ki, sadəcə mücərrət mənalı isim düzəltdi. Daş məsələn vətəndaş, sirdaş. Harafrasan bu daş isimdir, düz. Bu daşı harafrasan isimdir, harafrasan. Laq məsələn tutaq ki, duzlaq desəm, insan anlayışı bildirməyəcək, məkan bildirəcək. Ona görə eləməm, ıcı da məsələn tutaq ki, nə ola bilər? Qırıcı təyyarə desəm, burada qırıcı da insan anlayışı bildirir, amma daş harafrasan isimdir. 47. Daha doğrusu isim belə şəxs mənasını düzəldir. İnsan anlayışı bildirən düzəltmə isimlərdir. İnsan anlayışı bildirən düzəltmə müəllim. Fəhlə sadədir, xaloğlu mürəkkəbdir. Düzdür müəllim? Xoşbəxt mürəkkəbdir. Müğənni sadədir, cavabın olsun C variantı. Kəndli ilə əmimgil. Daha sonra isimlərin birində yalnız bir leksik şəkilçi var. Qoru, qoruq, qoruqçu. Qoca, qocalıq. Ək, əkinçilik. Gör, görün, görünüş. Göy, göyər, göyərti. Elə cavab olsun qocalıq. Hansı cümlədə mücərrət mənalı düzəltmə isim işlənib? Mən balıqçı konkretdir, dəniz sadədir bu heç. Bildir ki, hadisəni hələ də xatırlamıram. Ayrılıq əzabını çəkirlər. Mənim ayrılıq mücərrət mənalı düzəltməsi. Ayrılıq həm düzəltmədir, həm də ayrılıq həm də mücərrətdir, həm də düzəltmədir. Pərişan saqqallı bu heç konkretdir. Dəhşətli sifət heç cavab olur C variantı. Sonra biri feildən düzəlmiş mücərrət mənalı düzəltmə isimdir. Mənim acılıq feildən yaranmayıb. Açıq sifətdən yaranacaq. Sarmaş mücərrət mənalı isimdir. Sarmaşıq konkretdir çıx. Sev, daha doğrusu sevin, sevinç. Gerilik də geri sifətlə yaranacaq. Cavab olur D variantı. Sevinç, sevin feilindən sevinç ismi yaranır. Burada sarmaşıqla sevinç hər ikisi feildən yaranır. Sarmaşıq sadəcə fərq bu ki, sarmaşıq konkretdir. Sevinç mücərrətdir. Bizə nə mücərrət soruşur? 51. Bu mürəkkəb isimlərin birinin tərkib hissələrinin biri təsirli haldadır. Ağac dələn mənim. Ağac dələn, ağacı dələn olacaq. Burada qeyri-mənfi təsir alır. Cavab variantıdır. İpək qurdu bu mənsubiyyətdir. Dəvə quşu bu da mənsubiyyətdir. Boş qab heç bir şey yoxdur. Ayaqqabı bu da mənsubiyyətdir. Müəllim, niyə mənsubiyyətdir? Əvvələn onun artıra bilsən də ipək qurdu, onun qurdu, dəvə quşu, onun quşu, ayaqqabı, onun qabı. Cavab olur variantı. Lıq artırılmış sözlərin hansında bu şəkilçidən qabaqki hissə düzəltmə dilimizdə işlənmir. Müəllim, balıqçı sözü var, bunu pozsan. Sələmçi sözü var, bunu pozsan. Soyğunçu sözü var, dilçi sözü var, amma peşmançı sözü yoxdur ya. Burada çılıq bir yerə təhlil olunur. 52-ci cavabı olur A variantı. 53. L şəkilçisi hansı sözü artırılsa sözün həm leksik, həm qrammatik mənası. Leksik məna o deməkdir ki, sözün ümumi mənası, qrammatik məna nitq səsdir. Mənim baxaq görək bir Əhməd isimdir, Əhmədli yenə isim olacaq. Şəhər isimdir, şəhərli isim. Kənd isimdir, kəndli isim. Gəncə isimdir, gəncəli yenə isim. Mənim qorxu burada isimdir, amma L artırsan qorxu olacaq sifət düzdür. Ona görə cavabın olur D variantı. 54. Biri isimdən düzələn isim deyil. Analıq ana ismindən yaranıb. Müəllim, analıq. Daha sonra döşəkçə döşə, döşək, döşəkçə. Bu da döşəmək, döşək ismindən yaranıb. Bunu da açıq. Dost, dostluq. Bu da isimlə yaranıb. Üsyan, üsyançı. Bu da isimlə yaranıb. Dayaq, dayamaq feilinə yaranıb. Müəllim, onun üçün cavabı nədir? Feildən düzəlmiş ismi müəyyənləşdirin. Döy, döyüş, döyüşçü. Mənim döyüşçü döyüş isminə yaranıb. Əvəzlik əvəz isminə yaranıb. Qorxulu, qorx, qorxu, qorxulu. Qorxulu qorxu isminə yaranıb. Böyü, böyük, böyüklük. Böyüklük böyük sifətinə yaranıb. Qazan, qazanc.
Qazanc qazanmaq feilinə yaranıb. O görə 55-in cavabı olur D variantı. 56. Tərkibində bir leksik şəkilçi olan isimlər cərgəsini müəyyənləşdirin. Kitab sözünün kökü xana leksik, dağıntı sadədir müəllim. Qızartı, qızartı, peşmanlıq. 56-nın cavabı olur müəllim. B variantı. Gəlin davamına baxaq. Baş, başla, başlan, başlanğıc. Burada 3 dənədir. Başlayanda başdan başlasan deyə bunun kökü baş olur. İllikdə bir dənədir müəllim. Amma toxuculuqda toxu, toxucu, toxuculuq burada 2 dənədir. Balıqçı müəllim. Dadlı sifət ümumiyyətlə bunu çıx. Özünü çox yorma. 57. Cərgələrin birində yalnız sadə isimlər verilmişdir. Ayaqqabı mürəkkəbdir, şüşəbənd mürəkkəbdir, ağdaş mürəkkəbdir. Baxaq. Şirin nənə sadədir, amma səndən isim soruşur. Bunlar isim deyil. Cavabın olur E variantı. Dağıntı sadədir, böyürtkən də sadədir müəllim. 58. Aşılayıcıların hansı söz isimdən əmələ gələn düzəltmə isimdir? Qırıntı, qır, qırıntı. Göy, göyər, göyərti. Gəz, gəzinmək, gəzinti. Qızar, qızartı. Hənir, hənirti. Baxaq müəllim. İsimdən əmələ gəlmişdi. Qırıntı, qırmaq feilindən yaranıb. Göyərti, göyər feilindən yaranıb. Gəzinti, gəzinmək feilindən yaranıb. Hənirti, hənir ismindən yaranıb. Qızartı, qızar feilindən yaranıb. Bəli, 58-də cavab olur yenə E variantı. Hansı isim quruluşda sadədir? Mən çəkirsən, olur çəki. Sürü bayaq dedim düzəltmədi. Sevinç sözünün kökü sevindi. Yaz, yazı. Dəlil sadədir müəllim. Bəzi müəllimlər yəqin ki deyir ki, sevinç. Niyə müəllim sevinç sözünün kökünü sev götürmür? Sev, sevin, sevinç. Müəllim sevin sözünün kökü, baxın, sevinç sözünün kökü sev deyil. Yaxşı? Çünki sevdən sevin yaranmır. Yaxşı? Sev, sevin olmayacaq. Çünki hər sevən sevinmir. Cavabın D variantıdır. Biri əsasən feildən isim düzəldir. Müəllim, qış bayaq demişdim, feildən isim düzəldəcək. Feildən isim düzələn şəkilçilər hansıdır? Feildən isim, lıq adlardan yaradır müəllim. Iş, aq, t. Mən cavabım B variantı 61-də. Gəlin də bir ramsa nümunə deyim. Bax müəllim. Iş məsələn qaçış. Aq məsələn müəllim nə olsun? Məsələn aqa aid nümunə deyək. Mən darak yazsam məsələn. Darak. Dara sözün kökü q leksik. Buradakı q əslində aqdır. Yaxşı. Bu da feildən, t da feildən yaradacaq. Cavabım B variantıdır. Sonra 62. Bu şəkilçilər bir növ biraz əzbərə dayanır da müəllim. 62. Hara getdi 62? Şəkilçilərin hansı yer, məkan mənalı isimlər düzəltmir deyir. Baxaq müəllim. Müəllim, lıq ola bilər, məsələn, daşlıq. L müəllim, məsələn, deyirəm ki, Həsənli və yaxud da Əlili, bu və yaxud da Bakılı. Müəllim, Bakılı, belə deyək də, yer, məkan mənalı isim yaratmır da. Bakılı şəxs mənalı isim yaradır. Çünki Bakı öz yer, məkan mənası bildirir, amma Bakılı şəxs mənası bildirəcək. Ç, əkinçi, nə bilim, dəmirçi, bu da yer, məkan mənalı deyil. Stan, Gürcüstan, Türkmənistan yer, məkandır. Laq, duzlaq məsələn, duzun olduğu yer. Dar, evdar, bu da şəxs mənası bildirir, yer, məkan bildirmir. Düzgün cavabımız 2, 3, 6 olacaq. 63. Feildən düzələn isim. Əl, ələ, ələk. Ətək sadədir. Vur, vurğu. Uç, uçuq. Bas, basqın. Yor, yorğun. Sən nə axtarsan? İsim axtarsan, düzdür müəllim? Bax, sən isim axtarsan. İsim axtarsan tələsmə. Gəl variantlara. Uçuq sifətli çıx. Yorğun sifətli çıx, düzdür? Nədənsə düzəlmək üçün həmin sözü düzəltməməli deyil. Bu ətəkdə sadədir, bununla çıx. Yerdə nə qalır 63 deməli? 1, 3, 5 qalır elə. 1, 3, 5, hə qalır. Ələk, eləmək feilindən nədən yaranan tapmaq üçün axırıncıya bax. Kini poz, eləmək feili qalsın. Deməli, ələk, eləmək feilindən yaranıb. Vurğu, vur feilindən, basqın, bas feilindən. Cavab elə olacaq 1, 3, 5. Uyğunluğu müəyyənləşdirin. 2 ismin birləşməsinə yaranıb. 1 say, 1 sət. 2 ismin birləşməsi harda var? Çobandan yastıq, düzdür? Bura A-nı yaza bilərsən. Meşə ilə bəy, B-ni də yaza bilərsən. 1 say, 1 sifətin birləşməsən. 2 ilə mərtəbəli. Mərtəbəli burada sifət düzəldib. D-ni buraya yaza bilərsən. Sonra 1 isim və 1 feili sifət. Paltar yuyan. Paltar isimli yuyan feili sifətdir. C-ni də buraya yaza bilərsən. Gözü bağlı. 1 isim, 1 sifət var müəllim? 1 isim, 1 sifət tələb eləmir də. Heç birinə aid deyil. 64 olacaq yəqin ki 1 A, B, 2 D, 3 C.
Buradan keçirik ismin mənsubiyyətə görə dəyişməsi. Mənsubiyyət şəkilçisi qəbul etmiş söz özündən əvvəlki sözün ismin hansı halında işləməsini tələb edir? Mənim yiyəlik olmalıdır. Yaxşı, bax, həmişə yiyəlik plus mənsubiyyət bir sxem yaradır. Hansı cümlədə üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə işlənmiş isim var. Dinləməyi hamı bacarmalıdır. Burada ümumiyyətlə mənsubiyyət şəkilçisi yoxdur. Çıxış edənlərin çoxu. Mənim bu çoxundakı o mənsubiyyətdir. Bax, mənim bunun əvvəlinə onun artıra bilərsən. Onun çoxu. Məsələ var ki, səndən nə soruşur? Diqqətli ol. Həmişə şərtə diqqət elə. Səndən isim soruşur. Burada amma çox, isim deyil, saydır. Bunu çıx. Kökü çox uzaqlara gedib çıxırdı. Onun kökü deyə bilərsən müəllim? Onun kökü deyə bilərsən. Onun. Kök isimli də mənsubiyyətli üçüncü şəxs götürə bilərsən. Katibin özü. Bu da üçüncü şəxs sadəcə öz əvəzlikdir. Sən gözəllər gözəlindən də gözəlsən gözəlim, mənim gözəlim. Bu birinci şəxsdir. Bunu da çıx. 67. Qələm sözü hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmişdir? Qələmi bizə demək olar ki, qənim kəsilmişdir. Mənim onun qələmi deyə bilərsən, onun qələmi bizə qənim kəsilmişdir. Bəli, deməli mənsubiyyətdir. Qələmi bu gün silahla əvəz edərək torpaqlarımıza qaytarmalıyıq. Onun qələmi bu gün silahla əvəz edərək deyə bilmərsən, onun qələmi mənə ver deyə bilmərsən, onun qələmi ədalət və haqq yolunda işlət deyə bilmərsən, onun qələmi sabah qaytararsan deyə bilmərsən mənim. 68. Hansı bətdə mənsubiyyət şəkilçili söz işlənməmişdir? Mənim söhbətim, baxın mənim söhbətim mənsubiyyətdir. Bu yiyəlik, bu mənsubiyyət. Ayazlı şaxtalı bir qış axşamı, mənim qış axşamı, qışın axşamı, görürsən, bu qeyri-mənim yiyəlik, bu da mənsubiyyət. Çıx, bundan çıx. Hər şeyin əzəli, mənim hər şeyin əzəli, mənsubiyyət, çıx. Zeynəb cəld və hövlan qaçdı qızının qabağına, baxın, qızının qabağına. Qabağı mənsubiyyət, bunu da çıx. Bəlkə xəstələndə o çöldə birdən bir içim su verən olmasın mı? Bəs burada mənsubiyyət yoxdur. Mənsubiyyət şəkilçisi hansı sözün aid olduğu şəxsi dəqiq söyləmək olmaz. Bu ancaq sənin atanıdır. Mənim atanı olmaz. Bax, əvvəlində şəxs artırır. Mənim atanı olmaz. Sənin atanı olar. Sənin uyğun gəldi. Onun atanı olmaz. Bizim atanı olmaz. Sizin atanı olmaz. Onların atanı olmaz. Görürsünüz, burada deməli, yalnız bir dənə şəxsə sən ikinci şəxsə düşə bilərsən. Sənin quyunu deyə bilərsən, onun quyunu deyə bilmərsən. Və hətta bizim quyunu, baxaq bir dəqiqə, hansı mənsubiyyət şəkilçisi hansı sözün aid olduğu şəxsi dəqiq söyləmək olmaz. Sənin quyunu, düzdür? Onun quyunu olmaz. Mənim, onun quyusunu olardı. Bunu çıx. Sənin yuxunu, onun yuxunu yox, onun yuxusunu olardı. Sənin ütünü, onun ütünü yox, onun ütüsünü olmalıydı. Sənin suyunu, onun suyunu. Görürsən, bu uyğun gəlir. Sənin suyunu, onun suyunu. Yəni, bu sənin artısan ikinci şəxsdir, onun artısan üçüncü şəxsdir. Cavabın C variantıdır. Hansı söz mənsubiyyət şəkilçiliyi qəbul etdikdə digərindən fərqlənir? Mənim bunu bilməyəsiniz. Mənafi, mənşə, mövqe, tali, mənbə, su, nə? Bunlar fərqli bitişdirə bilən sözlərdir. Bu da eyni qaydadır. Dəyişməsi digərindən fərqlənir. Burada da sunu götürəcəksən. Hansı bəddə mənsubiyyət şəkilçili söz yoxdur? Güzgü də zövq alır gözəlliyində. Mənim öz gözəlliyi artıra bilsən, deməli gözəllik sözün köküdür. Bu i burada mənsubiyyətdir. Bunu çıx. Xoş meh əsir sərin-sərin baxır göydən dan ulduzu. Dan ulduzu, onun ulduzu. Bu da mənsubiyyətdir. Çıx. Sədəfsən, dürdanəsən, mən ölsəm, sənə qurban. Sən sədəfsən, düzdür? Sən. Bizə sən lazım deyil. Bizə sənin lazımdır. Yaxşı, sən deyib özünü çarıqdırma. Sənin sədəfsən deyə bilmirsən, burada mənsubiyyət yoxdur. Fərsiz oğul neylər ata malını, onun malını, atanın malını mənsubiyyətdir. Ağır karvan yürüyüşü ilə karvanın yürüyüşü, onun yürüyüşü, burada mənsubiyyətdir. 73. Hansı cümlədə mənsubiyyət şəkilçili qəbul etmiş sözü iki şəxsə düşünmək olmaz. Əlində tutmuşdur şanlı bayrağı. Aha, deməli, əlində tutmuşdur şanlı bayrağı. Bunu necə düşünmək olar ki? Mən belə bunu bir şəxsə düşünə biləcəksən də. Öz əlində tutmuşdur şanlı bayrağı. Sənin əlində tutmuşdur şanlı bayrağı deyə bilməliyik, bu bir şəxsdir. Elə bunu götür də, bir şəxs lazımdır bizə. Maşınında bəzi problemlər var. Sənin maşınında bəzi problemlər var, onun maşınında bəzi problemlər var. İki şəxsə düşünə bilirsən. Sənin kitabında ön sözü elmi rəhbər yazsa yaxşı olar və yaxud da onun sözündə kitabında ön söz elmi rəhbər yazsa yaxşı olar. Bu da iki şəxsə düşünə bilirsən. Əsərindəki sərtlik bir qədər çox idi. Sənin əsərindəki, onun əsərindəki iki şəxs sənin sənədlərini vaxtında hazırladılar, onun sənədlərini vaxtında hazırladılar. Bunda iki şəxs. Sonra mənim neçəyə baxırıq? 74-ə baxırıq. Biraz bu rəngi dəyişək. Aha.
Mənasibət şəkilçili söz ismin hansı halında işlənə bilər? Bəli, mənasibət şəkilçili söz isim bütün halında işlənə bilər də, bütün halında. Şeir parçasının neçənci misrasında həm mənasibət şəkil neçənci misrasında həm mənsubiyyət şəkilçili iki söz işlənmişdir. Dağlarının başı qardır. Ağ örpəyin buludlardır. Böyük bir keçmişin vardır. Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin. Mən baxın, dağlarının başı qardır. Onun dağları, onun dağları və yaxud da ki, onun poz yazılır sənin. Sənin dağlarının başı. Deməli, burada dağların sözünə də mənsubiyyət var, başı sözünə də mənsubiyyət var. Deməli, sənin cavabın olur ilə, hani ikinci misal, sənin cavabın olur ilə, ikinci var mı? Bəli, B variantı, 75-in cavabı olur, B variantı. B variantı yox, mənim, bu dağlar birinci misra düzdür, birinci misradadır, birinci misra A variantındadır. Təkrar edirəm, dağlarının sözünə də mənsubiyyət var, başı sözünə də mənsubiyyət var. Daha sonra 76-cı suala baxaq. Mənsubiyyətə görə dəyişmə baxımından bitişdirici samiti fərqləməliyəm. Bayaq dediyim sözləri taliyə, mənbə, mənşə, mövqe, su, nə? Bunlar bitişdirici olaraq yığını qəbul edirlər. Bu da eyni şeydir. Şəhər deyir, şəxsi dəqiq söyləmək olmaz. Mənsubiyyət şəkilçili hansı sözün aid olduğu şəxsi dəqiq söyləmək olmaz. Mənim evimdir, bu mənim. Belə deyim də sizə, adətən ın şəkilçisi iki cür düşünə bilər. Və yaxud da ı şəkilçisi. Bu evimdir, mənim evimdir. Başqa şəxsə bunu düşünə bilmərsiniz. Sonra evindədir, sənin evindədir, onun evindədir. Bunu iki cür düşünə bilərsən. Evidir, onun evidir, sənin evidir deyə bilmərsən. Düzdür? Evinizdədir, sizin evinizdədir. Başqa heç nə deyə bilmərsən. Evinizdir, sizin evinizdir. Cavab B-dir. Sənin evindədir, onun evindədir. Mənim bu tipli test qabağına çıxanda sənin və onun artır. Hansı sözün əvvəlinə uyğun gəlsə deməli cavabın elə o variantıdır. Həmin variantdır. 78-də baxırıq. Hansı cümlədə fərqləndirilmiş sözlər mənsubiyyət şəkilçilidir? Min həsrətlə göz dikərdim yollarına, mən baharın. Mənim burada inversiya var, əslində belədir. Baharın yollarına. Bu belədir. Mən baharın yollarına min həsrətlə göz dikərdim. Burada baharın yolları birləşmədir. Birləşmənin həmişə birinci tərəfində olur yiyəlik hal, ikinci tərəfdə olur mənsubiyyətdir. Belə çıxır ki, baharındakı ın yiyəlikdir, yollarındakı mənsubiyyətdir. Ona görə burada bunu pozaq, ona görə burada baharın sözünə mənsubiyyət yoxdur, yollarında var. Deməli, nəyə soruşurdu bizdən? Bizə soruşur ki, hər ikisində var. Baharında yoxdur, bunu çıx. Gəlişinlə öz gəlişin, sənin gəlişin mənsubiyyətdir. Sən dünyanı gətirirsən. Aha. Gəlişinlə gətirirsən. Gətirmək feildir axı. Bu heç mənsubiyyət şəkilçisi olmaz. Düzdür? Ona görə bunda çıx. Mənsubiyyət şəkilçisi bu təsvirlənən feillər artırılmayacaq. Daha sonra baxaq. Qayaların qılıncımsa, sənin qayaların, mənim qılıncımsa, mənim qalxanımdır, sənin təpələrin. Baxın, təşəkkürlər. Sənin qayaların, mənim qılıncımsa, mənim qalxanımdır, sənin təpələrin. Hamısının əvvəlinə mənim sənini artırırsan, deməli, birinci tərəfdə mənim sənin varsa, onun digər tərəfində qoşulan sözdə də olacaq mənsubiyyət. Ürəyi vicdanı zəngin olanlar daş qaşı neyləyir? Varı neyləyir? Bunlar təsir etdi, ikisi də bunu çıx. El bilir ki, sən mənimsən. Mənim şəxs əvəzi mənsubiyyət qəbul edilməyəcək ümumiyyətlə. Hansı sözün tərkibində mənsubiyyət şəkilçisi var? Soyuq qanlı burada yoxdur. Ovundurma yoxdur. Boynu bükük. Mənim onun boynu deyə bilərsən də bu mənsubiyyətdir, yaxşı. Əllərdəki yoxdur. Bizimki yoxdur mənim. Burada yiyəlikdir. Şəxs əvəzi mənsubiyyət qəbul eləmir. İkinci şəxsin təşkilinin mənsubiyyət şəkilçisi hansıdır? Mənim ın üstü 4 variantı. Daha sonra davam edək. Mənsubiyyət şəkilçili ismi müəyyənləşdirin. Məndədir, əvəzlikdir, çıx. Gedirəm feildir, çıx. Gəlim feildir, çıx. Kitabı qaytar. Kitabı sözündəki ı təsirlikdir. Nəyi qaytar? Onun kitabı qaytar deyə bilmərsən. Amma kitabım, mənim kitabım deyə bilərsən. Mənim kitabım deyə bilərsən. Deməli, cavabın əvvəlinə mənim artıra bilərsə, cavabın olur B variantı. Davam edək. Hansı sözdə mənsubiyyət şəkilçili söz var? Papağı yerə düşdü. Onun papağı yerə düşdü deyə bilərsən. Deməli, buradakı ı mənsubiyyətdir. Dərsi oxumamışam.
onun dərsi oxumamışam deyəmirsən. Buradakı təsiridir. Uşağı bağçaya qoydum, onun uşağı bağçaya qoydum deyəmirsən. I təsiridir. O səhnəni, i təsiridir. Həmin tamaşanı, onun tamaşanı deyəmirsən, təsiridir. 83. Birində üçüncü şəxsin təkli mənsup şəkilçisi var. I üstü 4 üçüncü şəxsin təkli mənsup şəkilçisi. Sənin dostların ikinci şəxsdir. Daha sonra adamların hamısı, hansı cümlə birində isim. Bax mənim. Hamısı üçüncü şəxsdir. Sadəcə bu hamı əvəzli isim deyil. Məktubu yazıb çantama, mənim çantam birinci şəxsdir. Avazın, sənin avazın ikinci şəxsdir. Kitabı çox maraqlıdır. Onun kitabı belə. Onun deyə bilirsən. I mənsubiyyətdə özü üçüncü şəxs özü isim artırılıb. Cavabı ne variantıdır? 84-ə baxaq. Nümunədə mənsubiyyət şəkilçili sözləri müəyyənləşdirin. Köksümdə. Mənim köksüm. Ün mənsubiyyətdir. Tufanlar gəldim irəli. Öpüm kölgən. Sənin kölgən. Kölgə. Sənin kölgə. Kölgən. Bura mənsubiyyətdir. Bunu pozaq səliqəli. Köksündə kölgən. Düşən mübarək yeri. Allahın ulduzu. Onun ulduzu. O gözəl pəri sığınmış qoynunda. Öz qoynunda. Aya bayrağım. Deməli köksündə kölgən, ulduzu, qoynunda bayrağım. Mənim bayrağım deyə bilərsən, deyə bilərsən. Demək 84-cü cavab olur elə. Elə bir cavab var mənim. Var C variantı. 85. Hansı cümlədə ikinci şəxsin cəmində olan mənsubiyyət şəkilçili söz işlənmişdir? Desəniz yaxşıdır. Burada ümumiyyətlə mənsubiyyət yoxdur. Dərsiniz sizin dərsiniz. İkinci şəxsin təkin cəmin əvəzi sizdə düzdür. Sizin dərsiniz artıra bilirsən, deməli B-dir. Yada düşürsünüz. Burada şəxs şəkilçisidir, mənsubiyyət yoxdur. Siz həkimsiniz, bu da şəxs şəkilçisidir. Qonaq gəlmisiniz, bu da şəxs şəkilçisidir. Deməli ümumiyyətlə hansının əvvəlinə təkcə əvəzi artıra bilirsənsə, deməli şəxs şəkilçisidir. Amma yiyəli hal əvəzi artıra bilirsən, deməli mənsubiyyət şəkilçisidir. Yaxşı. 86-ya baxırıq. Nümunədəki mənsubiyyət şəkilçili sözü müəyyənləşdirin. Bir qonağam. Bu dünyada bir gün ömrüm gedər bağda. Mənim ömrüm deyə bilirsən, bilirsən mənim. Deməli cavab elə variantıdır. Vurğunu da sala ya da kimi vurğunu. Bura təsiridir. İlqarlı heç hal yoxdur. Dağlarda adlı haldadır. Dayım təzə açdırdığı avtomobil təmiri sexi üçün boyaqçı axtarır cümləsindəki düzəltmə isimin təhlilinə aid hansı fikirlər doğrudur? Dayım sadədir. Açdırdığı yox, avtomobil sadədir, açdırdığı feildir. Təmir sadədir, sexi üçün sadədir, boyaqçı, boyaqçı düzəltmə isimdir. Kim sualına cavab verir? Mən boyaqçı axtarırdı, qeyri-müəyyən təsiri haldadır. Boyaqçını axtarırdı. Qeyri-müəyyən halların sualı yalnız nə sualdır? Kim olmaz? Bir səhvdir. Konkret isimdir, bəli, boyaqçı konkretdir. Təsiri haldadır, bəli. Feildən düzəlmişdir. Boyaq ismindən yaranıb. Deməli 87-ci cavab olur elə 2 ilə 88. Mənsubiyyət şəkilçili sözləri müəyyənləşdirin. Müəllim Kərimin gözünün qabağı. Kərimin gözü. Gözünün qabağı. Müəllim, Kərimin gözü onun gözü. Gözünün qabağı onun qabağı. Görürsünüz mənsubiyyətli ikisi də. Oğlunun qulağından tutmuşdu. Maraqlı sualdır. Oğlunun qulağından tutmuşdu. Öz oğlu, oğlunun qulağı, onun qulağı 5-6-nı götürürsən. 3-4-5-6. 3-4-5-6. Bir dəfə də izah edeyim mənim. Baxın, belə biraz qarışıq olur. Necə qarışıq olur? Bir-birinin daxilində deyəsə bəlkə biraz başa düşülməzdir, amma normaldır. Baxın. Müəllim Kərimin gözü. Bax mənim, Kərimin gözü deyirsən, bura qədər. Onun gözü deyə bilirsən, deməli bura ki, ü mənsubiyyətdir, yaxşı. İndi bax, gəlin belə gözündən sağa bax. Gözünün qabağı. Buradakı n olur bitişdirici, ün olur yiyəlik, qabaq olur sözün kökü, olur yenə mənsubiyyət. Gözünün qabağı, onun qabağı. İki dənə mənsubiyyətin oldu. İki dənə mənsubiyyətin oldu. İndi bax, oğlunun qulağı. Mənim öz oğlu deyə bilirsən, öz oğlu, o mənsubiyyətdir. Oğlunun qulağı, buradakı da mənsubiyyətdir. Ona görə 3, 4, 5 və 6 sənin düzgün cavabın olur. 89-a baxaq. Hansı sözün birinci sərəfi qeyri-müəyyənlik halda olan isim, ikinci sərəf mənsubiyyət şəkilçisidir? Mənim bax, qeyri-müəyyənlik halda olan isimdir, düzdür? Bu sarı nağdı sifətdir. Qara nağdı sifətdir. 40 da nağdı saydı. Düzdür müəllim?
Elə ona görə sən 89-un nağda bularsan 2 dənə cavabın qalır. Dağ keçisi. Onun keçisi, dağın keçisi mənsubiyyət. Çoban yastığı, onun yastığı, çoban yastığı. Cavabın olur 2-nin 5. Bu qədər müəllim. Sağ olun, sağlıqla qalın.